Sızanaqlar və tüklənmə əksər gənc xanımlarımızı narahat edən, onların gözəlliklərinə xələl gətirən əlamətlərdən biridir. Lakin bu təkcə üzdə olan problem ilə bitmir, daxildə də bir çox problemlərlə bərabər özünü göstərir. Əgər sızanaqlar yerli dəri problemi deyilsə, dermatoloqların müayinəsindən sonra mütləq endokrinoloqların müayinəsində də fayda vardır. Çünki əksər sızanaqlar bizim qanda şəkər səviyyələrinin dalğalanmasının, həmçinin insulin dirəncinin, polikisitoz yumurtalıqlar sindromunun əlamətlərindən biri ola bilər və əgər pasiyentdə yanaşı olaraq tüklənmə arzu olunmaz nahiyələrdə, çən altında, sinədə, ayaqlarda, qollarda, kürəkdə, həmçinin aknelər dediyim bölgələrdə olarsa və yanaşı olaraq aybaşı pozuntuları varsa, onda pasiyentin dermatoloqla yanaşı endokrinoloq müayinəsində olmasında fayda vardır. Komanda işi hər zaman önəmlidir və bu zaman bir pasiyentlə komanda işi şəklində həkimlərin bərabər işləməsi daha gözəl effektin və daha dayanıqlı effektin əldə olunmasına səbəb ola bilir. Ona görə də özünüzdə müğayət olun. Əgər sızanaqlar sizi hər gün narahat etməyə başlayıbsa, dermatoloqla yanaşılıb, bir də endokrinoloqa müraciət edin. Özünüzə yaxşı baxın.